Biz Allah'ı tanıyırıqmı? Tanıyırıqsa nə qədər tanıyırıq? Necə ki, Həzrət Əleyhisselam buyurur ki, kimdir o şəxs ki, səni tanıyan, sənin heybətini, sənin əzəmətini görməyən. Kimdir o kəs ki, səni tanıyan, səndən qorxmayan. Allah Quranda buyurur, وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ Allaha layiqli qiymətini vermədilər. Əvvəla bu günləri özümüzə sual verək. Biz doğrudan da Allah'ı istiyirik. Doğrudan da bizə yol göstərənə ehtiyac varmı? Kimsə əlimizdən tutsun, bizə məsələn yol göstərsin ki, Allah budur. Kimsə bizə ehtiyacımız varmı? Gələ dəstək ola, alim ola, müştəhid ola, gələ əlimizdən tutsa ki, Allah budur. Bəli, bəlkə də lazımdır. Doğrudan da Allah buyurur ki, həqiqi mənada Allahı tanımaq üçün yol göstərənə ehtiyac var. Qul huvallahu əhəd. Deyəm, ya Rasulullah, Allah təkdir. Sən deməsən tanımazlar. Sən başa salmasan, elə bütə sitayiş edərlər. Lakin bu qədər namaz qılırıq, oruç tuturuq, 10 illi namaz qılırıq. Özüm, məsələn, bəzən evdə sual verirəm ki, doğrudan da mən istəmişəmmi Allahı? Doğrudan da biz Allahı tanıyırıqmı? Biz bu günləri doğrudan da Allahı deyib səsləmişik. Həqiqətə baxsaq yox. Allah uzaq deyil. Çox yaxın. Evdə oturanda bəzən görürsən. Adamın qəlbinə gəlir ki, doğrudan mı kimsə gəlib deməlidir ki, budur Allah. Həzrət Əleyhisselam buyurur ki, Allah səndən uzaq olsun. And ol Allah'a, Allah deyən kimi Allah adamın qəlbinə. Yəni gecə bir də görsən adam məsələn ürəyə tutsun ki, yəni Allah deyəsən, həqiqi mənada Allah zikr edir. Hüseyin Labdin Aleyhisselamın duasını bəzən oxuyuram, deyir ki, İlahi, Əntəl-ləzi fətəhtə li-ibadikə babən səmmeytəhu tövbə. Allah, sən həmin Allahsan ki, bir qapı atıbsan bəndələrinə adını tövbə qoymuşsan. Fəqultə tubu iləllahi tövbətən nəsuhə. Allaha qayıdın, azmayın, həqiqi mənəd Allaha tövbə edin. Fəma uzru mən əğfələ duxuləl babi bə'də fətəhin. Mənə Həzrət Əleyhisselamın bir sözünü inşallah sizlərdən diqqətlə çatdırım. İnşallah söhbətini başqa məzrad eləmək istəyirəm. Söz buradadır ki, həqiqi mənada bəzən dəlil axtarırıq. Bugün məsələn tələbələrlə fəlsəfə oxu, Allah'ın tanı, Allah'ın tanı. Heç bir şey etmiş. Nə fəlsəfiyə, nə bir şeyə. Allah ki buyurub, məni axtarıb, mən gələrəm. Məni çağırıb, mən gələrəm. Mən səhrinə səs verərəm. Biz Allah'ı çağırmırıq, dua edirik, namaz qılıq adi. Ya Allah deyirik adi, dua edirik, Allah bizi bağışda adi. Amma həqiqi mənada Allah deyəndə Allah oradadır. Hər zaman ki Allah demişik, bu günləri mən siz əzizlərə İnşallah xahiş edirəm ki, hərdən bir vaxt olanda sabah duasını oxuyalım. Ki, Həzrət Əleyhisselam bunu sızıldıya təşkədə oxuyursun. Elə bu sözləri oxumaq adamı Allahla tanış edir. Mən sözün axırını deyirəm ki, sözün əvvəlində Allahı tanıda gəlir və səcdiyə gedir ki, İlahi qalbi məhcub وَنَفْسِي مَعْيُوبُ وَأَقْلِي مَغْلُوبُ. Allah, mənim qəlbim hicablanıbdır, mənim nəfsim məyub olubdur, mənim nəfsim eyblənibdir. Əqlim məğlub olub Allah, nəfsim qələbə salıb. İtaətim sənə azdır, sənə olan günahlarım çoxdur və məsiyyəti kəsir.
Və lisani muqirrin bu zunub. Allah mənim dilim günahlarımı etiraf edir. Fəkeyfə hiləti. Və mənim çarəm nədir? Ya səhdara uyub. Ey eyibləri örtən Allah. Və ya əllaməl uyub. Ey qeybləri bilən Allah. Və ya kaşifəl kurub. Ey bütün dərdlərə dərman edən Allah. İğfir zunubi. Mənim günahlarımı bağışla. Kulliha. Amma Həzrət Əleyhisselamda ant verir. Bi hurməti Muhammedin və ali Muhammed. Allahümme salli ala